Hər kəs fəxrlə şəhid deyir. Gəlin onu bir də bizdən soruşun. Şəhid atasından, şəhid anasından, şəhid qardaşından, şəhid həyat yoldaşından, boynu bükülmüş şəhid balalarından, şəhid bacısından soruşun. Soruşun görüm, o fəxri ad sağaldarmı yaramızı? Qaytarırmı gənc yaşda arzusu ürəyində bu dünyadan köçən qardaşımızı, evladımızı, həyat yoldaşımızı? Soruşun görüm, şəhid adı qaytarırmı anamın yuxusuz, təlaşlı gecələrini, həyəcanlı, sevincli günlərini əvəz edirmi? Gəlin, görün, ana, bacının gözü yoldan yığılırmı? Soruşun, görün balası sevdiği yemək pişirəndə o yeməkdən dadırmı? Soruşun, görün balamın sevimli yeməkləri bu evdə bişirmi? Soruşun görün, yaşayırmı şəhid anası, şəhid atası, şəhid qardaşı, şəhid bacısı, şəhid həyat yoldaşı, şəhid evladları?